Bax qardaş, sonra mənə deməyin ki, mənim başımı niyə qıxdın? Qardaş parkda oturub mənim videolarıma baxa-baxa fikirləşirdi ki, saç insanları gör necə dəyişir. Mən 25 yaşında keçəl gəzirəm. Mən də istəyirəm, amma tərəddüd edirəm. O nə deyər, bu nə deyər, əmmim nə deyər, dayım nə deyər, qonşular nə deyər. Belə də alınmır axı. Bütün günü kepka ilə gəzirəm, yatanda da kepka ilə yatıram. Düşünürdü ki, başından kepkasını çıxardıb başını qırxıb qaçdım. Qardaş bir anlıq şoka düşdü. Dayan, neynirsən deyib arxamca qaçdı. Qardaş arxamca qaça-qaça qışqırırdı ki, dayan, heç olmasa kepkamı ver. Mən yatanda da kepka ilə yatıram deyirdi. Gəl, indi səni 10 yaş cavanlaşdıracam dedim. Qardaş mənə, burada nə qədər saç var? Sanki saçların cənnətinə düşmüşəm dedi. Bizdə stokda kimindən çox saç. Hər model, hər rəng, hər ölçü var dedim. Başqa yerlərdəki kimi oradan-buradan saç tapıb gətirənlərdən deyilik dedim. Qardaşa bir neçə nümunə göstərdim ki, bəlkə saçımı bunlardan biriyə dəy dedim. Yox, söhbəti fırlatma. Başımı necə keçəl qıxmısansa, indi mənim saçımı da öz saçın kimi kəs dedi. Qardaş mənə, görəsən kənardan baxanda öz saçımın olmadığı bilinməyəcək. Gəl o suala mən cavab verməyim. Ona ən obyektiv cavabı, hal-hazırda bu videonu izləyən dəyərli insan rəydə öz fikrini yazacaq. Sən də oxuyarsan dedim. Mən müharibə iştirakçısıyam. Müharibədə yaşadığım ağır sınaqlardan sonra saçlarımın da məni tək-tək tərk etdiyini hiss etdim deyirdi qardaş. Sənin keçdiyin yollara hörmətlə yanaşırıq. Sənin 25 yaşında saçını itirməyin əslində böyük bir cəsarət hekayəsidir. Sən ölkən üçün nələri fəda etmisən. İndi biz də sənin saçlarını geri gətiririk dedim. Qardaş mənə, məncə saç insanın özgüvənidir. Ən böyük aksesuarıdır dedi. Qardaş mənə, mən bu qədərini də gözləmirdim. Tüklər sanki öz dərimdən çıxmış kimi görsənir deyirdi. Bu sadəcə saç deyil. Bu sənin yenidən doğulan özünə inamındır. Sonda bu videoya baxan hər kəs anlayacaq ki, problem saçda deyil. Cəsarət edib ilk addımı atmamaqdadır dedim. Qardaş güzgüyə baxıb, mən illər sonra ilk dəfədir ki, özümü bu qədər tam hiss etdim dedi. Qardaşa, bu hələ başlanğıcdır. Sən bundan sonra hər dəfə güzgüyə baxanda özgüvənli, güclü birini görəcəksən dedim. Qardaş güzgüdə saçının hər tərəfini görüb, mən illərdir gəlməyə tərəddüd edirdim. İndi isə tək peşmançılığım bunu niyə bu qədər gecikdirməyimdir, dedi qardaş. Parkda qardaşın başından çıxartdığım kepkanı ona qaytarmaq istəyirdim ki, o isə gülümsəyib dedi. Bu saatdan sonra mənə kepka lazım deyil. Artıq saçlarımı göstərməyə vaxtıdır.